Heç nədən qorxmuram, heç kimsədən çəkinmirəm. Güvənəcəyim iki varlıq var. Yerdə özüməm, göydə Allah. Kıskançlıklar da çok olur. Yani biz hangi tarafa baksak her yerde Türkçe olan zulmün şahidi olur. Türk halklarına olan sonsuz zulmün hakim rejimin tarafından sonsuz yani zulmün töredildiğin şahidi olur. Kısmetimiz zindanlar olur, darağacları olur. Ve bu acıların en acıları da Türkmen eli şairlerinin ve Türkmen elinin yaşadıklarını eserlerinden öğrendik biz. Ama ben itiraf edirəm ki, biz belki de Qəzənfər müəllimin 6 il Qəzənfərat sahillərində o kitabını oxuyana qədər belki bizim elə xəbərimiz yox idi ki, bizim o evdə uzaqda Türkmen eli, yəni Kərkük şairlərimiz var, Mosul şairlərimiz var, Təlafimiz var, Kifli şairlərimiz var, Bağdat'tan olan Türk şairlərimiz var. Ve onların hoyratlarını okudukça insanın təsirlənməməsi əldə değil. Türkler oluyor gerçekten. Ve tesadüfi değil. Biz deyirik ki, ben Üstad Şəhriyarın Azərbaycan ana dilli yaradıcılığını doktora tezi işləmişəm və o kitabın, o monografinin bir bölümü məhz Şəhriyarın Heydər Babaya Salam poemasının İran Kərkük ədəbiyyatına təsiri, etkisi o bölümdür. Ve orada ben İran'da yazılan Şəhriyara səslənişlərin sadalamışam ve onlara münasibət bildirmişəm. Tabii Əbdülətif Bəndəroğlu'nun Gürcü Babı. Nazire kitap olarak. Nazire, dastan olarak. Şey elinde, araştırma elinde şimdi. Kitap üzerinde. Ama 25 kitap olarak alanı Yok, bilirsiniz, Nezire o bir yeni dastan kimi. Çünkü yok. Kitap diye, böyle bir kitap diye. Güney Azərbaycanda məhz sizdə Türkmen eli şairlərində olduğu kimi poemiyə dastan deyirlər. O baxımdan da Şəhriyarın Heydər Babaya Salam poemasına yazılan o poemalarda İraq şairləri, Türk şairləri bizim. Məsələn, Azərbaycan dastanı deyən kimi, məsələn, bir silsilə şəklində dastan olarak keçir bu onun adı. Elə Faruk Faik... Başa düşürəm mən. Dastan deyil, poemalarını. Təbii ki, onun mən araşdırmışam və monografiyamda var ki, 20-ci əsr Güney Azərbaycan ədəbiyyatında poema janrı, inkişaf mərhələləri və prosesləri. Təbii ki. Amma yəni, əslində dastandır da, poema bizə qərbdən gəlir adılar, ərəb ədəbiyyatından gəlir, məsnəvi kimi və təbii ki, dastanda bizim xalis Türk sözümüzdə o baxımdan həcminə görə adlandırırsınız. Amma yəni, bizim Faruk Köprülü doktorumuz da haqlıdır və o, bilirsiniz, qarşımızda əyləşib, o sadəcə alim deyil, naşirdir, publisistdir, şairdir, yazardır, televiziya programcısıdır. 35 il program aparır televizyada, Bağdat televiziyası. Öyle değil mi? 40 yıl. Artık 40 yıl oldu. Evet. Tamam. Gelir. Şiirlerimi televizyonda vermişim ben. Azərbaycan o şeyin başkalarını saklamışım. Çok güzel. Yani bu körpünün salınmasında ilk daş Qəzənfər Paşa yerində daşlar. Ve indi o daşların sayı artır. Ve düşünürəm ki, mən o tapşırığı yerine getirməklə siz ya öz soydaşımızsınız bizim, öz Türkmen eli şairlərimizin yaradıcılığına biraz da bələd olun. Çünkü monografiyamın bir bölümü tabii ki İran ədəbiyyatına təsir edir. Verilir aslında. İran Türkmen eli şairlərinin Azərbaycana nəsr olunmuş şiir ve poemaların antolojisine hazırlanır. Hazırda o yüzden işlermiştir. Kərkükdən Bağdada bir kuş uçurdu. O kitapta hazırda bir roman prosesindedir. Yani, biz dünyanın en